Hə, ə, bugünkü təlimimizin mövzusu az öncə dediyim kimi anbar və çatdırılmadır. Anbar və çatdırma bölməsini açsaq, bütün bölmələrdə olduğumuz kimi burada da bizim hesabatlarımız yuxarıdadır, sənədlərimiz və digər soraqçı məlumatlarımız var. Burada bizdə tələbin təmin edilməsi bölməmiz var, daxili dövrə sənədlərimiz var. Bu sayım bölməmizdir, order anbarlar üzrə qəbul bölməmizdir və həmçində istismara verilən materiallar bölməsidir. İlk öncə başlayalım bizim daxil dövriyyə sənədlərimizdən. Demək, bizim bütün əsas sənədlərimiz demək olar ki, satışlarda kimi bu jurnalda toplanır. Üzr istəyirəm. İndi biz baxalım, görək bizdə jurnalda hansı sənədlərimizi yarada bilirik. Burada gördüyünüz kimi bizdə var hansı sənədlər. Əsas bizə lazım olan aprihodovun sənədimizdir, hansı ki bizdə mal materialları anbara əlavə edir. Yer dəyişmə sənədimizdir və həmçinin də bizdə burada silmə sənədlərimizdir, hansı ki biz gündəlik fəaliyyətimizdə bunlardan istifadə edirik. Qalan sənədlər, məsəl üçün, bu daxili tələbat olan mallar sənədimizdir, materialların istehsalı qaytarılması və digər, demək olar ki, 4 sənəd istehsalata aid olan sənədlərimizdir. Həmçindəki bu material передачу производства. Bunlar bizə indi istehsalatla bağlı olmadığı bizə maraqlı deyil burada. Bir də ki, sborka tovarov, yəni məhsulların komplektasiyası. Gəlin indi birinci sənədimizi yaradaq. Başlayaq hansı sənədimizdən? Malların mədaxili sənədimizdən başlayaq. Malların mədaxili sənədi bildiyiniz kimi adi qaymədə nə ilə fərqlənir? Adi qaymədə bizdə məlum məsələdir ki, mallarımız hansısa bir təchizatçıdan alınır. Yəni orada bizdə malların mədaxili sənədinin fərqi ondan ibarətdir ki, malların alınması sənədi bizdə kreditor borcumuzu yaradır və həmçinin malları ambara mədaxildir. Amma malların artıqları mədaxili isə bizdə heç bir kreditor yaratmır, sadəcə mallarımızı ambara mədaxildir. Malların ambara mədaxil edilməsi nə vaxt bizə istifadə olunur? Bu ən çox sayım nəticəsində artıq qalan mallarımızın ambara mədaxilidir ki, onda biz istifadə edirik. Ümumiyyətcə, jurnalımıza da baxsaq, jurnalımız demək olar ki, o bir jurnalların çoxu da fərqlənmir. Eyni düymələrimizdən ibarətdir. Sənədimizi açanda da sənədimiz əsasən 2 bölmədən ibarətdir. Əsas bölməsidir, hansında ki biz şöbəni göstəririk, ayın tarixidir, sənəd nömrəsi yerində avtomatik verir. Malların mədaxili bizim gəlirimiz sayıldığına görə orada biz mütləq gəlir maddəsi göstərməliyik. Şimdi mən onu dolduracağam. Məsəl üçün olsun Pribel ubıtıq proşutlayır, yəni keçmiş dövrün gəlir və xərc maddəsidir. Analitikasını bizim şirkət doldurur. Həmçinin ambarı seçirik ki, hansı ambara biz bu dəqiqə mədaxil edirik. Mən deposit seçəcəm ambarı. Valyutasını seçirik və qiymətin həmçinin görünüşünü seçə bilərik. Hansı qiymətlə mədaxil olunacaq. İndi mən onu seçimim çünki vacib deyil. Və aşağıda şərt bölməsidir. Bir də ki, kim sənədi yaradır, onun adı düşür. İkinci bölməmizdə isə bizim gördüyünüz kimi mallar bölməsidir. Burada dabavit düyməmiz var ki, ondan istifadə edib biz malımızı doldura bilirik. Burada seçim azdır əslində, çünki belə deyim də, bu sənəd daha çox sayım sənədi əsasında işləndiyinə görə indi sayım sənədi keçəndə tam aydın olacaq. Bu dərsimizin mövzusudur orada. Burada sadəcə məhsulun adını göstəririk, miqdarını və qiymətini. Və məbləğ də formalaşır. Başqa bir burada necə görəcəyiniz bir iş yoxdur. Sənədimizi keçiririk.
Sənədimizi keçirdik. İndi baxın səsim gəlir. Sənədi keçsəndən sonra bizdə burada yuxarı düymələrimiz var. Əsas düymələrdən biri də ki, mən istəyirəm sənədin hərəkətinə baxın. Görək bizim malların mədaxil sənədi hansı registracı hərəkət edir. Aydın məsələdir ki, indi maliyyə sənədi olduğunu aktiv passivimiz var. Əsas burada registrimizi biri ambardakı mallar registrinə hərəkət edir. Gəlirlərdir. Aydın məsələ bir də mallara malikdir. Və gördüyünüz ki, burada heç bir bizim kreditorla bağlı heç bir hərəkətimiz yoxdur. Bu normaldır, belə də olmalıdır. Bundan başqa bizim formamız var ki, malların mədaxili ilə bağlı tərif təslim forması da var, hansı ki, çap edib və yaxud da ki, saxlana etilib istifadə edə bilərik. Bundan sonra bizim növbəti sənədimiz olacaq malların yer dəyişməsi. Gündəlik istifadə olunan sənədlərimizdən biridir. Demək olar ki, bütün konfiqurasiyalarda malların yer dəyişməsi oxşardır, heç dəyişiklik olmayıb sənəddə. Həm köhnə, həm təzələrdə. Burada gördüyümüz əsas bölmədə bizim göndərən ambarı seçirik. Hansı ambar göndərir? Məsələn, Bakıxanov filialı. Hansı ambar göndərir? Depobet ambarı. Və mallar bölməmiz var. Burada biz onu dabağa bitirə bilirik. Məhsul dabağa bitiririk. Burada seriyasını yazırıq. Bu bizim demək Bakıxanov filialı bizdə seri ilə uçotda getdiyinə görə biz məcbur onun seriyasını göstəririk. Burada seri ilə uçot. O birisi ambarımız, depobet ambarımız da seri mal deyil. Ona görə bizdən tələblənir. Burada mən sadəcə sənəddə malın adını və yer dəyişən malın sayını göstərirəm. Sonra burada başqa bizim çap formalarımız var, yer dəyişmə qaiməsi və həmçində onun hərəkəti var. Yer dəyişmə sənədi bildiyiniz kimi yalnız bizim ambarlar arası olan yer dəyişməmiz olduğuna görə ancaq hərəkətimiz 2 registr, əsas vacib 2 registrə gedir. Bu malların mayə dəyərdir və ambardakı mallar registrimizdir. Bundan sonra daha bir sənədimiz var. Əsas gündəlik istifadə olunur. Bu da ki, bizim silinmə sənədimizdir. Bunu da açırıq. Silinmə sənədimiz də demək olar ki, bizim mədaxil sənədimiz eyni formada. Sadəcə burada gəlir maddəsinin əvəzinə xərc maddəsi yazılır. Burada bizim olacaq Prebül Ubutik Proşıqliyət. Analitikada da biz fəaliyyət istiqamətini tələb edir bizdən göstərməyə. Onu göstərməsəm də olar. Burada sonra ambarı göstərəcəm. Hansı ambardan silinmə baş verir. Silinmənin qiyməti göstərib ki, mayə dəyəri silinəcək. Və s. Burada həmçinin məsuliyyətli şəxs, baş mühasib, hansılar ki, bu çapda formada çıxacaq, imzalamaq üçün. Sonra növbəti bölməmdə, mallar bölməsində yenə də malları daxil edirəm, sayını yazıram və sənədimizi keçirəm. Sənədi keçirəndən sonra çap formamız var, malların silinməsi haqqında aktımız var. Burada çap edib, imzalayıb özümüz istifadə edə bilərik. Sonra hesabatlar bölməsində yenə də bizim sənədin hərəkəti olacaq ki, əsas registrlər üzrə bizim ambardakı mallar üzrə registrimiz və həmçinin gəlir xərc registrimiz var ki, malların ora toplanması lazımdır. Gördüyünüz kimi burada mallar mayə təşkilatın malları registrinə hərəkət bir də gəlir xərc registrimizə hərəkətlər baş verir. Sonra daha bir sənədimiz var bizim, hansı ki bizdə mütəmadi istifadə edir. Bu zborka tovarıdır. Burada zborka 2 cür ola bilər. Komplektləşdirmə və yaxud da ki, komplektin sökülməsi. Biz əvvəl gəlin komplektləşdirək bir məhsulu.
Məsəl üçün, burada hər hansı bir məhsul seçilir. Bu məhsul. Burada ambar göstərəcəm. Hansı ambarda komplektləşdirəcək. Və nə qədər bundan bir ədəd komplektləşdirəcəm. Burada görürsünüz, xarici operasiya yazıb. Komplektləşdirmə, quraşdırma. Ayın tarixidir, ambar seçdim. Hansı mal, elə bir ki, burada hansı mal yaranacaq, onu göstərirəm. Əsas bölməsində. Sayını göstərirəm. Növbəti bölmədə isə hansı mallar, elə bir ki, bu mal ambara mədaxil olacaq, depovet ambarına. Bura qeyd edilən mallar silinəcək. Məsəl üçün, gəlin elə o biri malı, elə bir ki, mən siləcəm, kolanı siləcəm. Onun əvəzinə, elə bir 2 dənə kola, bizim bir dənə optimalımız. İndi təsəvvür. Əlavə bölməsində isə sadəcə məsuliyyət şəxs və şöbə qeyd olunur. Sənədini keçirəm. Burada əsas məsələ sökülməsi, çatmır. Depovet ambarında yoxdur. Əsas elə onu deyəcəyim. Əsas burada məsələ odur ki, bizim həmin mal üzrə ambarda qalığımız olmalıdır ki, görüm, var. Bakıxanı filialında var. Sadəcə bu malın qalığı olmalı ki, silə bilsin onu və həmçində bunu mədaxil edirsin. Burada başqa bizim sənədimiz əsasında daha bir sənəd yarada bilərik. Bu qiymətin quraşdırılmasıdır. Hansı ki, avtomatik burada fikrin həmin qiymət seçin. Dəyişdir. Gətirib doldurur bizdə mallarımızı və həmin mallar üzrə qiymətlərimizi quraşdıra bilirik. Belə bu biz o dərsi keçəcək, bizdə o CRM marketing bölməsində. Həmçində bəli. Bəli. Yox, orada baxın, elə bir ki, mən indi götürdüm bu məhsulu. Elə bir ki, bu məhsul mənim əslində məndə olan nomenklaturadan istifadə elədim də. Orada siz bir dənə nomenklatura yaradırsınız, hansı komplektləşdirilir də bilər. Məsələn, olsun hovuz. Düzdür, hovuz nəsil. Bəli, burada xam mal nə qədər istəyir seçə bilərsiniz burada. Xam mal ola bilsin 1 dənə olsun, ola bilsin 10 dənə olsun. Onun fərqi yox. Bura yığırsınız həmin məhsulları bura. Sayılarını qeyd edirsiniz. Yəni bu komplektin içinə bu məhsullar gedir. Yəni bunun burada pozisiyası çox ola bilər, sayıları fərqli ola bilər. Bəli, bu istehsalın elə bir ki, mini variantıdır da. Buna biz komplektləşdirmə deyirik. Yəni biri var ki, şeydə istehsalatda odur ki, istehsalatda xam maldan istifadə olunur. Burada isə satıla bilən məhsuldan istifadə olunur. Yəni bu məhsul ayrı-ayrı satılır, həm də kompleks satılır. İndi məsəl üçün kompüter yaza bilərik ki, kompüter bura yaza bilərik. Amma kompüter içinə gedir. İçinə gedir monitor, klaviatura, mışqa. Onlar həmsi özləri ayrı-ayrı satılır, plus da kompleks satılır da yəni. Bu şəkildə istifadə edə bilərik. Həmçində bunun çap formaları var. Malların quraşdırılması. Bu, onun silinən məhsulları göstərir. Burada göstərir hansı məhsul yaradılır, nə qədər və nələr silinir. Bunlar hamısı burada göstərir. Həmçinin hesabatımızda da bizim əlaqədar sənədlərə də baxa bilərik. Bunun əsas hansı sənədlər yaradılır. Aydın məsələ, bütün bizim sənədlərimizdə var. Həmçinin hərəkət sənədidir. Bu da bizə maraqlı sənədlər. Burada biraz maraqlı hərəkətlər verəcək. Burada məsəl üçün gördüyünüz kolanı silir hər yerdən, görürsünüz. Amma şeyi isə mədaxildir. Burada registrlərdə prikodlar, rasxodlar var. Məsəl üçün rasxod, biliyib və həmçində prikodliyib. Bu malların maliyyə əsas registrlərimizdən biri və təşkilatda mallar həmçinin görürsünüz. Burada bunu mədaxilləyib, bunu silib. Yəni istədiyimiz kimi
registr hərəkətimizi verir. İndi mən hesabatda sizə göstərəcəm onlarla bağlı. Başqa əsas vacib sənədlərimizi işlədik, hansılar ki, bizə gündəlik lazımdır. Digər sənədləri mən bir də gəlin sökməyə baxaq. O da yaxşı yadıma düşdü. Quraşdırma elədik. İndi biz məsəl üçün lazım bizə bunu sökək. Sökəndə eyni qayda. Mən də bayaq nəyə komplektləşdirdim bunu, düzdür. Bunu komplektləşdirdim. Hansı anbar? Depovet anbarı, düzdür. Yazdım bir ədəd, düzdür. Bunu keçirəm komplektləşdirmək. Doldurma düyməsini vurub da seçə bilərəm. İndi prosta burada istihsalatdan fərqi ondan ibarət ki, mən tezdən yer göstərməliyəm ki, bu məhsullardır bunun üçün. Belə bilirəm. Yazıram bundan 2 dənə. 100% dövrə hissəsi oldu. Və həmçində bunu sənəd keçirim. Bu sənədim əgər mənim onu komplektləşdirirsə, quraşdırırsa, bu onun fikri sökülməsidir. İndi ola bilər də mən kompleksi yığmışam, müştəri gəlir, ümumən hansısa bir detalını istəyir. Komplektləşdirirəm, komplektini sökürəm, həmin məhsul, bu məhsul anbardan silinir. Onun yerinə bu bir məhsullar anbarımıza mədaxil olur. Rahat sata bilir, qalığa düşür də. Bu o vaxt deyirsən ki, bu komplektdə olan məhsulların qalığı yoxdur, amma istəyirsiniz onu satasınız. Başqa sənədlərimiz bizə o qədər indi... Bir də presortitsə sənədimiz var, ona da baxaq. Presortitsə nədir? Presortitsə bu çox vaxt pərakənd satışda baş verən əməliyyatlardan biridir. Mal var ki, onu digərinə səhv salıb satılır, yerləri dəyişikliklər edirlər. Biz də istəyirik onu düzəldək sistemdə. Onun üçün yenə də mən əsas bölmədə seçirəm anbarımı, valyutam qalır. Burada xərc maddəsini göstərirəm və gəlir maddəsini göstərirəm. Və keçirəm mallar bölməsi. Mallar bölməsi biraz maraqlı bizdə. Mən elə bir ki, istəyirəm ki, bu silinən mal budur və mədaxil olunan mal budur. Yəni, demək istəyirəm ki, bu mal sistemdə elə bir ki, tərsinə olub. Mənim silinməlidir sistemdə bu məhsulun, amma silinir bu məhsul. Ona görə mən bunun yerini düzəltmək üçün burada yazıram ki, silinən məhsul olsun. Məndə bu yoxdur, amma bu var anbarımda. Ona görə yerlərini dəyişmək üçün bu formada istifadə edirəm. İşləyəndən sonra sənədimizi keçirəm. Bir dənə sadəcə anbarda mallar olmalıdır ki, silinən məhsul olmalıdır ki, bu hərəkəti versin. Bu belə. Sonra baxaq görək nəyimiz var burada maraqlı sənədlərdən. Division produksiyalar lazımdır. Bu bizim gündəlik. Əməliyyata görüşsün. Olar. Gəlin onu belə bir şey eləyək. Mən başa düşdüm sizi. Onu mən sazlayaram siz üçün ki, hansı burada yazıb da hansı belə deyim, burada göstərir ki, elə bir ki, hansı xəzər operasiyalarda bu işləyə bilsin. Onları biz tərtibləyək, nastroq eləyərik. Problem buyur. Bəli. Eləmək olar. Keçən üzərindən. Onu eləyərik, avtomatik düşər, problem yoxdur. Sonra başqa nə qaldı? Bu bizim gündəlik görə biləcəyimiz işlərdir, hansı ki anbardır. Bundan başqa biz qayıtıq əsas bölməmizə. Burada daxil dövrədən başqa bizdə var əsas istifadə olunan sayım sənədi. Açaq sayım sənədimizi baxaq. Burada bizdə bu gördüyümüz jurnalda ümumiyyətcə mütləq birinci anbar seçilməli. Hansı anbarı sayır? Depovet anbarını sayıram mən. Düzdür. Status qeyd olunub, yəni mənim sayımın statusları ola bilər. Sənəddə görəcəksiniz. Ona uyğun filtr verirəm. İndi sayım sənədini yaradıram. Sayım sənədinin ixtisasat düyməsi yaradanda burada nə göstərir məndə? Anbar, məsuliyyət şəxs, icraçı kimdir və s. Və təbii ki, tariximiz və sənəd nömrəsi düşür.
Mallar bölməsinə keçirəm. Burada məndə görürsünüz filtr durur, adbor. Göstərməsin pametka notları olanları. Düzdürmü? Və seçimə görə doldur. Məndə anbarda hal-hazırda nə qədər malım varsa, çox üzrə keçirib bura doldurur. Burada ümumiyyətlə sayımın bir neçə yolu var. Sayımı eləyə bilərəm ki, bunu saxlanat eləyərəm, çap eləyərəm bunu. Məsələn, keçməyim istəyir. Və bu vərəqi verərəm sayım heyətinə. Onlar gedərlər məhsul sayarlar, bura faktiki qiyməti sayını yazarlar, bunu da sayarlar, bura faktiki qiymətini yazarlar və bunu gətirərlər sizə. Bu vərəq sizə gələndən sonra siz burada faktı üzrə yazırsınız. Buna yazısı 36 dənə var bundan, bir dənə artıqdır, bundan isə bir dənə var. Məsələn, faktiki belə gəlir də. Burada nə göstərir bizdə? Burada göstərir ki, məhsuldan bir dənə artıqdır, bunu mədaxildir. Bundan səbəbi ki, bir dənə əksik, bunu siləcək. Onun üçün mən sənədimi keçirirəm. Keçirəndən sonra burada bir düyməm var. Burada indi bizdə 2 dənə maldır. Bunu biz hardasa bəlkə əllə də yaza bilərik, silə bilərik. Amma çox mal olanda biri müsbət, biri mənfi, sən 100 dənə sətir var burada, 200 dənə sətir var. Onun üçün sadəcə biz əgər girsək əsaslı olan sənədlərə malların əksinin silinməsini vursam, sadəcə mənə gətirəcək həmin o. Görürsünüz, burada kola məndə bir minus deyilir. Avtomatik gəlir həmin məhsul doldurur bura. Həmçinin də gəlsəm artıqların mədaxilinə girsən, bir dənə məhsul var idi, düzdürmü? Plus 1. Görürsünüz, avtomatik gətirib doldurur bura. Baxın, burada plus 1-dəyəm. Ona görə də onu gətirib doldurur bura. Yəni, bu bizim işimizi, sayım sənədi çox rahatlaşdırır barəsində. Sənədlərimizi həm silinməni, həm mədaxil yazandan sonra qalanımız avtomatik anbarda düzəlir. Bu bizim sayım sənədimizdir. Burada həmçinin istəsək, indi məndə adbor vermişəm ki, ambarda olan bütün malları göstərir. Yalnız pametikaya qoyulmamışlar. Pametika nə deməkdir? Üstünə ilk şahisi qoyduğum məhsullar ola bilər. Məsəl üçün, indi girsək nomenklatoraya, məsəl üçün açsam, məndə 2 dənə mal var burada. Hansının üstünə mən belə X qoysam, pametika qoysam da, aydın məsələ bu siyahıma düşməyəcək. Ona görə məndə bu filtr var burada ki, yalnız pametika qoyulmamışları göstərir. Həmçinin də burada biz istəsək, başqa formada da bunu formalaşdıra bilərik. Mən bu qalçıqlarımı götürərəm, deyərəm ki, məsəl üçün, qrup spiski qoyaram, bura keçərəm, deyərəm mənə ancaq bu qovluğu say, məsəl üçün. Qovluğu seçərəm, qovluğum düşdü bura, dabarit, okey. Doldurmaq üzrə verəndə burada, sadəcə mənim o qovluğun içində olan məhsulları dolduracaq. Siz də faktiki yazacaqsınız. Bu nə üçün yaxşıdır? Bu, məsəl üçün də siz anbarınızı bölmüşsünüz də, belə deyim, bölmələr üzrə. İstəyirsiniz bir bölməlisiniz, bütün bölmələri saymaq istənirsiniz. Ona görə bu seçimlər var. Deyələ fərqi yoxdur, istəyirsiniz bir dənə məhsul sayasınız. Düzdür. Onda girirsiniz, burada ravno qoyursunuz, gəlirsiniz, imino məhsul seçirsiniz. Okey vurursunuz və doldurmaq vurursunuz. Fikir verin, avtomatik gəlib mənim həmin məhsulunu doldurur bura. Faktiki çox güzel sayını. Faktiki sayını yazırsınız və onun prixotrasxodunu eləyirsiniz. Silinməzsə silinmə, mədaxilsə mədaxil artıq qalıbsa. Bunun sayım prosesini yekunlaşdırırsınız. Həmçində ambarda qalanları düzəldirsiniz. Bu formada başlayır. Bundan başqa, baxaq bizdə ki, bəli. Bəli. Razıyamsın, əlbəttə ki. Burada, əgər terminal varsa sizdə, terminalla sayım əlbəttə dəstəkləyir proqram. Orada heç eləmirsiniz. Orada sadəcə dediyim kimi. Burada bütün məhsulları dolduracaq bu qaydada və bunu, indi burada terminal bizə qoşul deyil də, bir dənə düyməmiz var. Onu vuracaq, avtomatik gəlib terminala.
Terminal, bəli. O bilirsiniz, o baxır indi rejimə baxır. Var ki, kollektiv sayım var, var ki, bir sənəddə sayırlar. Var da ki, necə hamı öz terminal açır proqramı, başlayır saymağa, gəlir burada dolur bu sənədin içinə. Elə eləmək olar. Hamısı bütün sənədlər gəlib dolur bir sənədin içərisinə və əsasında sayım sənədimiz formalaşır. İndi o baxır da prosesi baxır. Yəni ümumi belə baxanda siz bəli, buradan malları doldurursunuz. İndi əgər laptop terminal skaner sayırsınız, düzdür. Bu sənəd açılır, bu sənəd açırsınız və terminal skaner başlayır məhsulları mədaxil etməyə. O da tapır, bu faktikini artırır. Bir dəfə vurdunuz 1 düşür, 10 dəfə vurdunuz, məsəl üçün 10 düşəcək və s. Bu şəkildə faktikini artıracaq. İndi burada 2 dənə mal var bizdə, 100 dənə mal olsa, o ona uyğun aydın məsələdir ki, bəli, faktiki 1 düşəcək. Bəli. Bir dəfə vurub, məhsulu sənədə tanıdı, bəli, onlar tanıdı. Sonra onun sayını da dəyişə bilərsiniz. Siz 100-dən yazmır. Bəli, görürsünüz. Sonra sənədini keçiririk və əsasında malların silinməsi və yaxud da ki, malların artıq mədaxilisini işləyirik. Sizdə sayı necə baş verir? Siz necə işləyir? Terminalla işləyirsiniz onu, yoxsa? Bəli. Problem sahibəsi, bəli. Bəli. Biz İnşallah. Yəni problem yoxdur. Siz hansı belə də ya hələ də ya əllə də 3 variantda saya bilirsiniz. İmkan verir. Sonra sayımla bağlı belə başqa görək bizim. Sizdə məsələn istismara verdiyiniz olur məhsullar, istismara versiyaları elə bir var. Sənədlərdən istifadə edək, yoxsa yox. Məsəl üçün də indi məsələ var ki, onlarda xüsusi geyimlər var, ya xüsusi avadanlıqlar var ki, onları istismara verir və kimiz təhkim edir. Bu məsəl üçün indi istehsal müəssisələrində məsəl üçün olur da təhkim etmə olur. Xüsusi geyim təhkim edirlər və bilirlər ki, bu kimdədir, bu qədər məsəl avadanlıq ya bu geyim kimdədir də belə deyim. İstifadə edirsə elə bir şeylərdən yoxsa. Okey, onda biz də indi bir də yadınıza gəlsə biz orderin sklad məsələsi barəsində danışmışdıq da. Əlbəttə malları yer dəyişmə elədik və yaxud satış elədik və yaxud da ki alış elədik. Onlar bizdə hamısı gəlir burada bizdə orderinə ambara düşür. Orderin ambar nədir? Yəni qəbul və yaxud yükləm. Bu demək olar ki, bizim ambarların iş yeridir. O burada bütün mədaxilləri görür, hansı ki, ambara girməlidir, gözləyir və həmçinin yer dəyişmələr. Həmçindəki silinmələr hansı ki, çıxmalıdır ambardan və yaxud da ki, satışlar var ki, onlar da orderin ambara düşər. Bu nə vaxt baş verir? Bizdə əgər ambarımız sadə ambar deyilsə, yəni ki, satışların avtomatik çıxdı, alışların avtomatik gəldi. Bu adi ambar variantıdır. Bir də var ki, order ambar. Order ambar nə deməkdir? Yəni ki, bizim məhsulu, gələn və yaxud çıxan məhsulu ambara sırası oturmur. Məsəl üçün, burada 2 dənə sənədimiz var, qəbulda gözləyir. Bunlar nə deməkdir? Bu malların yer dəyişməsidir, hansı ki, ambara girməlidir. Və malların sökülməsidir, hansı ki, ambara girməlidir. Onlar bizə görürsə, burada siyahıda gözləyir ki, bunları biz qəbul. Bunlar avtomatik malların yer dəyişməsi eləyən kimi, avtomatik orderin ambar deyilsə, o ambardan silir onu. Amma bizim ambar, əgər order ambarlısa, o onu gözləyir ki, siz onu qəbul edəsiniz. Bu elə bir ki, malların qəbulu bölməsidir. Ambardar açır bu səhifəni, baxır ki, onun 2 dənə sənəd qəbullanır. Bu sənəd işləməsə, ambarda qalaq göstərmir həmin ambarı. Əgər mən depovetim, məndə indi hazır orderin ambar olduğuna görə,
o sənədi işləməyinə qədər o malı o həmin ambarda göstərmir. Amma o bir ambar, məsələn, göndərən ambara əgər order deyilsə, ondan silinir həmin mal. Bir mal qalıb havada da belə bir növ elə başa düşün. Və malı qəbul etmək üçün bizim ambarda açıq bir səhifəni gördüyünüz kimi ambardan mal qəbul hissəsinə girir. Gündəlik bunun burada status vəziyyətinə görə sənədləri göstərir. Birinci sənədi onun malların yer dəyişməsidir. Göndərən filial görür ki, Bakıxanovdur. Onu da görür və görür ki, statusu bunun ожидается прием, yəni qəbul etməni gözləyir. Və həmçində bu sənədin nömrəsi və tarixini göstərir. Ambarda məhsul qəbul etmək üçün burada sazdat order var. Görürsünüz? Ya da ki, bunun üzərinə vurub 2 dəfə vura bilərsiniz. Həmin sənəd yarana bilər. Mən də order düyməsini basıram ki, mallarımı faktiki sayını göstərim. Yəni, ola bilsin yer dəyişmə sən 10 dənə yazım, amma mənə 9 dənə gəlib. Düzdür. Mən order sənəd yazıb həmin faktiki sayımı orada göstərməliyim. Sazdat order düyməsini basandan sonra avtomatik məndə sərəncam hansı sənəddir, hansı sənəd əsasında gəlib onu göstərir. Göndərən ambar, alan ambar, məsuliyyət şəxs bunların hamısını əsas bölməmizdə göstərir. Mallar bölməsində isə gördüyünüz kimi bizdə məhsulun adını və gələn miqdarını göstərir. Həmçinin çəkisi varsa çəkisidir, barkodudur, hansı vahidlədir, yəni qutudur və yaxud da ki ədəddir, bunların hamısını burada göstərir. Mən indi ambara malını qəbul etmək üçün burada mütləq birinci növbədə nə etməliyim? Mənim burada doldurma seriyə ehtiyac yoxdur. Burada mən birinci növbədə onun miqdarını doldurmalıyım ki, miqdarım düzdür. Bakon kolleksiya davam etmək. Davuram. Avtomat doldurdum. Rəqəmini. İşte burada mən yaza bilərəm də, başqa rəqəmdə yaza bilərəm. Və həmçinin sənədimi keçirirəm. Mən də olduğu kimi qəbul edəcəm. Olduğu kimi qəbul. Fikir verin. Malların yer dəyişməsini mən siyahımdan order vurub yaradan kimi o oradan itdi və gəldi ambarıma mədaxil oldu. Bu həmin sənəddir. Gördüyünüz kimi. İndi növbət sənədi qəbul edirəm. İndi mən bunu qəbulunu istəyirəm burada nə edəcəm? Görüm, neçə dəfə burada. Burada elə ki miqdarını göstərmir. Açıram, doldurma vururam, kolleksiyasını doldururam. Burada 2 dənədir düzdür. Mən bunu edəcəm 1 ədəd. 1 ədəd edəcəm. Yəni məndə nə olsun deyə orada komplektasiyada məndə göstərir 2 dənə. Mənə 1 dənəsi gəlir. Və tərtib edib bağlamayı vururam. Fikir avtomatik olaraq burada bir dənəsini mədaxil edir order kimi. Amma birini də saxlayır burada. Saxlayır birini də burada. Nəyə görə? Çünki biz onu tam qəbul eləmədik. Orada bir dənəsi çatmır. Ya bu quraşdırmanı düzəlməlidir. Ya da ki o mal mənə gəlməlidir faktiki. Girim mən bir də bunu vururam. Yenə gəlim bura. Yenə doldurmaq düyməsi. Kolleksiyanı doldurum. Bir ədədim qalıb doldurdu və ondan sonra onu qəbul edir. Bu formada tam qəbul başa çatdı. Əgər məhsulun orada həqiqətən əksik gəlibsə, məsələn yer dəyişmədir. Həmin yer dəyişmə sənədini göndərən ambar düzəltməlidir ki, mən onu 10-dan ya 9-dan göndərirəm. Bu da buradan onu düzgün şəkildə qəbul etməlidir. Gördünüz? Bəli. Olar. İşləyək. Bunu mən 60 verdim sənədə, orada sən 60 verən kimi avtomatik mənim həmin yer dəyişmə sənədim düşdü şeyə. Bəli. Malların yer dəyişməsində görürüm ki, ambarıma yer dəyişmə olunur və onu başdan qəbul edirəm. Qəbul edərkən biz sənə danışdıq. Mallar bölməsində mən doldurma bölməsində yazıram. Birinci yazıram dolduram kolleksiya. Sonra burada bunu qeyd edirəm 9 ədəd. 9 ədəd yazdım və sənədini keçirdim. Sənədini keçirdirəm. Və avtomatik burada məndə
Bakıxanov filialı da və düşdü. Və burada məndə Ajdaniya da əgər istəsəm, baxsam, bir də yaratsam. Görəcəm ki, məndə bir ədəd burada gözləyir. Hansı ki, rasxojдение var da, yəni mənə 9-dan gəlib, amma faktiki burada 10 dənədir. Açıram mədaxil orderini, baxıram. Bu yaratdığım orderdir, 4-cü sənəddir. Burada 9 ilə mədaxil olur. Görürsünüz, 9 ilə mədaxil eləmişim. Ona görə də bu siyahıdan onu tam silmir. Nəyə görə? Deyir ki, orada bir dənə mal qalıbdı orada. Düzdür, tam mədaxil eləməmişəm axı. Və bu hərəkədə həmçində biz hesabatlarımızı görə bilirik ki, hansı məhsulda almış, hansı bizdə qrip qalıb. İndi əgər bunu yerdəşmə sənədisindən girsək, əgər 9-u 10 eləsək, 10-u deyək 9 eləsək, oradan sənədimiz bizim itməlidir. Görürsünüz, itdi yerdəşmə sənədimiz. Və yaxud da ki, tam qəbul başa çatmalıdır. Hə, göndərən tərəf dəyişir, bəli. Qəbulun tərəf dəyişmir. Yox, bəli. Siz baxarım ona. Burada mən qayıdıram təzədən bunu 10 veriyorum. Düzdür, sənəd keçirəm. Əslində bizdə elə deyim, nastroyka versək ki, hərə öz anbarını işləsin, o birisi anbara dəymək olmasın, o problem yoxdur. Bir dənə burada bizdə siz demişkən bir dənə rasxojdeniya baxın. Görün burada məndə rasxojdeniya harda verir. Burada məndə redakt etmək, məhsul redaktiv verir. Yoxlama. Biz prover ki 9 dənə. İndi gəlin belə eləyək. Mən onda orada sənədini ləğv edirəm. Ləğv elədim, düzdür. Gəlin yenə bunun əsasən orada sənədi yaratıram. Və burada yoxlamaq düyməsini basıram, düzdür. Burada doldururam ki, bu 9 dənədir. Zavrşit prover qoyuram. Burada avtomat 9 dənəsi doldurur. Prosta mənim, siz demişkən, rasxojdeniyamı göstərmək ki, faktiki nə edir, nə qədər idi. Və mən nə qədər onu qəbul edirəm. Dabab düyməsindən biz əllə dolduracaq. Mən öyle deyil. Doldurma, kalüçlə mütəkkürə basayı. Belədən baxma, burada tam doldurur. Gəlin belə deyək, buna yaxşısı buradan belə keçdək, hesabata baxaq. Hesabatda bizdə hamısı dəyə göstərir. Burada mən tutalım, 9 dənəsinin qəbulunun bir dənəsi qalıb, düzdür. Çünki bu, əzətən məsələlər bizdə hamısı hesabatları tənzimlənir. Demək, mən olaraq rusca baxım, hesabatlarına. Demək, vedamoсть, приемка товаров. Выполнение приемка товаров. Açarım hesabatlar. Demək, hansı izleniyor? Bizdə bu hansı anbar göndərir? Hə, deyək ki. Bax, burada göstərir, baxın. Malların yer dəyişməsi, поступление 10 dənə, принято 9 dənə, görürsünüz. Və осталось принять 1 dənə. Kafalvini 1 dənə, görürsünüz. Bu hesabatla o izləyə biləcək mədaxilləri. Həmçinin də göndərən şəxs. Отправитель burada bizdə kimdir? Göndərən bizdə Bakıxanov filialıdır, düzdür. Burada podobrat modelidir, okeydir.
Olsun. Ola bilsin ki, partnerə görə də baxmaq istədik. Ona görə Podborq oldu, Atqarızda. İndi mən ancaq Bakıxan anbarına çıxacağım ki, qalan biz anbarlar maraqlıdır. Buna bura, bir də ki, bunu çərçin, bu da olsun depobet, düzdürmü? Depobetə gəlir onlar. Spamiravat. Burada baxın göstərir. Malların yeri dəyişməsi. Onda nə? Böyle bir ki, nə qədər gəlməlidir. Polinita 9 dənə, asfalt 1 dənə. Bu qanirdə Rəşad bəy. Başa düşdüm mən. Mən başa düşdüm. Sənətdə prosta indi bir dənə məsələ var. Prosta indi mən... Siz demək istəyirsiniz ki, o harda görsəniz, yer dəyişmədə görsən. Bu məsələ göndərən şəxs buranı görmürdü. Onda anbar sadə anbardır elə bil. Ya da lap olsun, fərqi yoxdur. O Bəli. Mən də ona gəlirəm ki, baxın. Elə bil ki, mən tutalım da, burada harasa bir yerə çıxartdım ki, burada bir dənə xana əlavə edim. Məsəl üçün, расхождение -1. Məsələn, 1 ya fərqi yoxdur, nəsə göstərdi. İndi bu расхождениyanı, bu hərənin öz elə bir şeyi var da, interfeysi var. Başa düşdünüz necə? Onu məncə burada görməyi, həmçinin belə deyək, ümumiyyətcə bu sənədin burada qalmağı bir növ o deməkdir ki, bu onu qəbul eləmir. Ajdan elə bir ki, расхождение. Okey, əgər onda da orderin sklad olsa, orderin sxema olsa göndərən tərəfdə, onda harca girib burada tutalım, baxa bilər ki, bu nə qədər qalır? 1 ədəd qalır. Açar içini, amma bu order sənədini görməyəcək. Bunu atsa tutalım, yer dəyişmə sənədini atsa, o nə görəcək burada? O burada görməyəcək ki, o nə qədər mən, çünki o yer dəyişmə sənədi faktikini göstərir ki, bu qədər göndərmişəm, düzdür? O məcbur atsın order sənədini ki, düzdür? Burada baxsın ona. Başa düşdüm. Gəlin bəlkəm. Hələ bunun bu hesabatımız yoxdur. Bu çox gözəl hesabatdır bu. Yox, əgər biz belə deyim, biz nastroyka vermişik ki, hələ öz anbarını işləsin, digər anbara mədaxil edə bilməsin. O məsələlər var bizdə nastroykalar. Onu göndərən öz sənədini dəyişə bilir, göndərən. Burada görsəniz hamısı. Bu hesabatda bəli, burada 10 dənədir, 9 dənəsi göndərir, bəli. Aha. Yox, hələ burada yer dəyişmə sənədi, əgər öz sənədidirsə gəlir, buradan promo aça bilir onu. Gördünüz necə? Bu zaten burada görür həmin sənədi, görür. Ambarı görür və malı görür. Hamısını görür burada. Bir dənə qalır nə etmə. Əgər görsə ki, məsəl üçün bu görür burada baxır ki, Bakıxana filialı baxır da, görür ki, bunun bir dənə məhsul qalıb burada, qəbul eləmir bunu. Zəng soruşur ya öyrənir, deyir ki, mənə 9 dənə gəlir, 10 dənə gəlmir. O araşdırır, araşdırmacı məlum olur ki, bu 10 dənə göndərmir məsəl üçün. Bakıxana filialı özü açır öz sənədini, burada yer dəyişməsini dəyişir. Əlbəttə itəcəksin lazımdır. Gördü qəbulü bax. Vuracaq belə. Görürsün itdi.
Yo, orada da burada da etdi. Orada 9 dənə qaldı. Bu 9 dənə. Çünki burada çox detallar var. Hamısını çıxartma nəzərə almaq burada alamayacaq. Amma hesabatda fikir verin, necə rahat hər şey təşkil edirlər. Yəni burada siz elə bir açan kimi bu panel priyom olan bütün mallarınızı hamısını görürsünüz burada. O barədə mən dəymək istəmirəm o işte. Hə, bəli, bəli. Hə, indi bunun mədaxili kimi həmçinin bunun çıxışı var da, düzdür? Biz mədaxil eləyə biliriksə, bağışlayın, mən bayaqdan Azərbaycan rus interfeysindən baxdım. Hə. Həmçində ambardan bizim malların yüklənməsi var. Yəni bu nə vaxt yüklənmə başlayır? O vaxt ki biz ambardan malı çıxarırıq. Bu qəbul edirik. Onda order sənədi yaradılır və həmçinin çıxanda da bizim əgər order sxem üzrə çıxışımız da order sxem üzrə gedirsə, biz məcburuq ki, çıxışları da eyni qaydada order sənədi yaradılır. Orderin sxem üzrə olan ambar heç bir halda düzdür, bizdən indi mədaxil və məxaricin orderinin olmağı tənzimlənən bir şey. Ola bilər mən çıxışımı ordersiz eləyim, order ambarı olsam da, amma girişim orderinizsə, mən də bu ambarda hər ikisini eləmişəm orderini çıxır. Yəni həm girişi orderlə qəbul edirəm, həmçinin də çıxışı. İndi məndə də göstərir ki, bir də belə bir sənədin var, hansında ki, sən order sənədi işləmədin. Bu malların sökülməsidir. Burada yer dəyişmə sənədi olacaq çox vaxtı. İndi fərqi yoxdur məhsul. Mən indi bunun çıxışını həyata keçirdirəm. Ambarından çıxmalıdır məhsul. Onun üçün mən nə edirəm? Sazda order vururam. Burada məndə sərəncam verə bilərəm. Bütün sənədləri birdən çıxara bilərəm. O da olar. Məsəl üçün də maliyyə sənədləri yazılıb, düzdür. 10 dənə sənəd gəlib mənə. Maliyyə sənədi zaten göstərilir, kimə gedir, hara gedir, nə vaxt pulu, miqdarı nədir. Mən sadəcə elə bir ki 10 dənə sənədin əsasında bir dənə sənəd yaradıram. Biz necə? Baxıram ki, xalqın 10 dənə çıxmalıdır. Mən maraqlı deyil ki, ambarda ki, bu kimə gedir. Mənə maraqlıdır ki, 10 dənəsini çıxarım. Zaten o maliyyə sənədi göstərilir satışda. Ona görə mən bir dənə sərəncamla bu işi rahatlaşdırmaq üçün belə bilirəm. Hamısını birdən çıxara bilirəm. Burada gördüyünüz kimi əsas bölməni göstərir və həmçinin yüklənən malları göstərir. Buradan yenə mən doldurmaq, bir dəqiqə görüm. Burada hamısını belə baxan göstərir. Statusunu dəyişməliyim işte. Statusunu qoyuram adfusion və sənədin tərtib bağlayıram. Bu o vaxt olur ki, mən hamısını birdən çıxarıram. Avtomatik olaraq mənim ambarımdan həmin məhsullar çıxır və ambarımdan silinir. Bu sənədi işləməyə qədər məndə depovet ambarında heç nə silinmir. Çünki mən həmçinin də nastroykada demişəm ki, mənim depovet ambarım demişəm ki, orderin sxemidir. Baxın. Ümumiyyətcə, bunların nastroyk sazlanması burada baş verir. Orderin sxemi strukturu. Mən demişəm, sənəd dövriyyəsində malların çıxışı olsun, orderin sxemi üzrə girişi də alır, həmçində çıxışı. Məsəl üçün, bunu mən həmçində Bakıxanın ambarında eləmişəm, girişi çıxış eləmişəm, həmçinin statusu görə. Mən nəyə görə mən də avtomatik eləmədim? Çünki statusum var orada. Mən istəsəm statussuz da eləyə bilərəm onu. Deyərəm, yox, şeydə istəyir. Düzdür. Amma biləcələr ambarına baxsam, məndə adi ambardır. Amma seriya çox istifadə edildiyimə görə biləcələr ambarında. Ona görə də məndə yalnız при отражении излишков достаточно istəyəcək həmin sxemi. Digər ambarlarım isə sadə ambarlardır ki, heç bir statuslarım, yəni heç bir orderlərim yoxdur. Ona görə də bunlar sadə ambarlardır. İndi onu biz əlbəttə prosesə uyğun bunları tənzimləyəcək gələcək. İndi istəyirəm bir dənə keçən dərslərimizdən qalmışdı. İstəyirəm bir dənə buyurun.
Qəbulda deyirsiniz? Qəbulda deyirsiniz, yoxsa hardan? Mən başa düşdüm siz. Gəlin baxalım. Testliyi. Demək, biz order ambarını yaratdı. Biz burada sayını görməsin bu. Başa düşdüm. Başa düşdüm mən sizi. İndi bir dəqiqə mən sizə bir dənə proses göstərim. Onunla çox güman biz məncə elə anlayacağım. Baxın. Burada zaten ambarda görməli nə qədər gəlir ona. Düzdür məhsul. Burada yoxlama düyməsi var. Bunun üzərinə vurur və başlayır skyline vurmağa məhsulu. Bir dənəsini vurdu, məsələn, düşdü bura. Məsəl üçün 1, düzdür. Vuracaq yenə 2, vuracaq yenə 3, vuracaq yenə 4, vuracaq yenə 5, düzdür. Və zavrşit proverka vuracaq. Zavrşit proverka vuracaq. Bir də zavrşit eləyəcək. Avtomatik gələcək 5 də olacaq bura. Bu format listə, düzdür. Bəli. Yoxlama. Bəli. Sonra da bunu tərtib edib keçidəcək. Avtomatik yenə burada bizim gələcək hesabatımıza. Görəcəyik ki, bizdə 9-dan gəlməlidir. Amma gəlib nə qədər? Şimdi hara girdim? Burası üçün yeni. Bir də bu resimdə. Budur. Yox, bu deyildi. Deyirəm də mən bu Azərbaycan dilində tapa bilməm yerlərini. Üstünü tez tapacağım. Piyomka tavarı, palmayı piyomka tavarı. Açacam hesabatımı. Burada hocam mənə bax fikrini göstərir. Kapasitopleyin 9-dan, çünki mən yerdəşmə sənə 9 edim deyək. 9-dan. Görürsünüz, gəlir məhsulum. Onun 5 dənəsini piyomka eləmişəm, 4 dənəsi qalır. Və burada məndə kapasitopleyin görürsünüz 4 dənə verir. İndi bu sətirləri keçin izah ediyim kimi sizə özünüz devamlı lükrovka eləyərsiniz. Burada məsəl sazlamadan buradan istədiyiniz hansı sizə palyalar lazım deyilsə, onları yığışdıra bilirsiniz. Məsəl üçün kvesu, şabyon mənə lazım deyilsə, mən yığışdıra bilərəm. Fikir verin, burada göstərir. Rahatlaşdırdım hesabatı. Belə. Buna başqa sual qaldı mı bağlı Yaşar bəy? Süper. İndi bir də keçən dərslərimizdən bir də mövzumuz qalmışdı. Bu şeylə bağlı. Seriya çotla bağlı. Demək, seriya çotu ola bilsin ki, bizdə bütün ambarlar tətbiq olunmasın. Fikiriz, bizdə bəzi ambarlar var ki, mən istəyirdim daxiləm, amma deyildi ki, yəni bu seriya çotu bu ambar üçün nəzərdə tutulmuyor. Onların hamısı sazlanması bizdə baş verir. Naviqata təsnif hissələrində, seriya çotunda burada təsvir olunur. Ümumiyyətcə, belə deyim, seriya çotunun aparılması özü bir neçə cür ola bilər. Mən istəsəm onu sadəcə sıpravı üçün apara bilərəm. Yəni, sadəcə burası seriya nömrəsi yazaram. O mənim məhsulumun qalığına, maya dayan formalaşma və s. təsir eləməz. Prosta yəni yazaram ki, bu malın elə bir ki, köhnə proqramın seri nomer kimi anlayış kimi başa düşündə. Məhsulun gəlib bugün bu seriya nömrəsini. Sabah gəlib başqa bir seriya. Sonra var, seriya çotu var, apara bilərəm. Mən qalıq üzrə seriya çotu apara bilərəm. Yəni ki, istəyərəm ki, məhsullarımın qalığını seriyaya görə idarə edeyim. Məsəl üçün, bilim ki, bizdə indi seriya çotu daha çox nəyə görə lazımdır? Məhsulun o bitmə tarixi var, istifadəsi bitmə tarixi var. Ona görə mən istifadə edim hazırda. O da mənə nəyə lazımdır ki, mən məhsul alanda onun ora istismar vaxtını yazım və həmin istismar tarixlərinə görə qalığımı idarə edim.
Bir də var ki, mən həm məhsulun maliyyə dəyərini seriya çoxuna görə formalaşdırım, həmçinin də qalığını. Düzdürmü? Onda mən istifadə edirəm seriya çoxu pasiva stoynost. Həm qalığı nəzarət edir, həm də ki, həmçində belə sayı. İndi burada sual olunur ki, sizdə nə formada istifadə edilir? Sadəcə qalıq. Bəli. FIFO bizdə belə deyim də avtomatik hesablayır, FIFO üzrə çıxarır. Bir də var ki, bəli. Bir də var ki, mən ümumiyyətlə özüm partiya özüm müdaxilə etmirəm. Kimi ola bilər də mənim elə bir ki, istismar tarixi necə olur bizdə? Birinci gələni satmaq lazımdır. Düzdür ki, sonra ola bilər ki, partiyam ola bilər ki, məsəl üçün əvvəldə gələnəm belə sroku yaxşıdır, sonra da gələn srokun indi məcbur almışam da, indi malım yoxdur, sroku azdır. Mən istəyirəm partiyaya müdaxilə edeyim, həmin partiyaları özüm bölüşdürüm, satım ki, birinci satım hansı ki srokuna az qalıb, sonra satım məsəl üçün srokuna. Düzdür, belə şeylər redk olur, amma ola bilər. Bəli. İstifadə. Bəli. Ambarlarda olmayacaq. İndi mən həllilik protu izah etmək üçün mən pastası saxlamışam. İndi onu izah edəcəm. Və həmçində bizdə nomenklaturada biz seriya çoxu belə cipki çoxdur. Yəni burada çox şeylər nəzərə alınır, çox nüanslar var. Bu gəlir bizdə çıxır vid nomenklaturada fikir verin. Hətta vid nomenklatura gəlir bir növ bağlanır. Burada mən artıq göstərməliyəm ki, hansı anbarlarımda, çünki mən bütün anbarları istifadə etmədiyimə görə, mən 2 anbarda istifadə edəcəm. Görürsünüz burada, siz necə ki, bir depo deyirsiniz birinə, mən də özümdən 2 anbarı götürdüm ki, hansına ki, seriya çox tətbiq olunacaq. Qalan anbarlar adi qayda satılacaq, heç o bilməyəcəksiniz, onun seriyası var, yoxdur, yəni ona maraqlı deyil. O sadəcə məhsulu istədiyi kimi satacaq. İndi gəlin bir dənə alış eləyək seriya çoxuna görə, sonra həmin məhsul sataq. Demək, alışlarda bu keçən mövzularımıza aiddir. Məncə yadınızı xatırlayarsınız. Mal xidmətdən alış eləmişəm mən. Yəni, baxın, görün. Mən burada seriyasını göstərmişəm. Hansı anbar idi burada bizdə? Biləcər anbar. Baxın, indi gəlin, mən təzən bir də alış eləyəcəm. Mən biləcər anbarına. Alış yaradıram. Bu import da ola bilər, daxili alış da ola bilər, fərqi yoxdur. Tədarüsünü seçirəm. Burada gəlirəm Biləcər anbarını seçirəm. Çünki Biləcərlə yalnız Biləcəri və Bakıxanov filialı məndə ordinə sxemə aiddir. Daha doğrusu serinin çox gedir məndə. Burada mən sayını yaza bilərəm 10 dənə. Və seriya göstərməkdə vuranda, avtomatik mən nömrə yazanda, burada mən məcburan bir-bir onların, məsələn 10 dənə ola bilər də, 5 dənəsi, məsəl üçün, heç belə yazsam, belə yazsam, 01, 10-cu ay, 2027. 5 dənə belə gəlib, 5 dənə. 5 adımağım belə gəlib. Sonra yenə generate number vuram, nömrə avtomatik verir. Mən bir dənə qalır tarix göstərmək. O birisi də məsəl üçün olsun 01.01.28-ci ilə qədərdir. Yerdə qalan 5 dənə. İndi düzdür, bu siyahını uzatmaq olar, bir dənə, o 3 dənə. Bu mənində çox detallara getmirəm də, yəni sayı artırmır. Burada bizdə nə göstərir? Yazır ki, Neobxadim registri vuruşdur 10, registri bunu 10. Əgər mən bunda məsəl üçün, bunu mən 4 eləsəydim, burada yazacaqdı ki, biri qalıb, yəni 9-unu qeyd et almışsınız da, düzdürmü? Əgər çox yazsam da ki, o mənə xəbərdarlıq eləyəcək ki, 11 dənə qeyd et almışsınız. Bizim kontrolumuzdur.
yaxşı bir şeydir. Yəni biri var ki, bu qədər zet çəkir, sonra nəticədə düz olmasın. Avtomatik mənim qeydiyyatımı aldı. 10 dənə məhsula görə qiymətini yazdım bir ədəd və onu 1 manatdan qəbul elədim. Bu bizim qəbul prosesimizdir. Əgər bizdə seri imalısı. İndi onun satışını həyata keçirəcəm. Satışda da nə baş verəcək? Orada maraqlı nüanslar var. Gəlin satış eləməyə. Yaratmaq, riyazi tavarusluq sənədi yaratıram. Burada gəlirəm, ambarı göstərirəm. Sonra gəlirəm, müştərini göstərirəm və keçirəm mallar bölməsinə. Həmin malı məhsulunu əlavə edirəm və ondan gəl 6 dənə satayım. Çünki mən orada 2 dənə partiya edək, düzdür, 5-5 idi. Kaza seri vururam və keçirəm seçim hissəsinə. Burada boş qalıqlar vururam. Görürəm ki, bu məhsullar üzrə mənim 5-5 hərəsində qalığım var. Və burada da mənə göstərir ki, nə qədər mən şey eləməliyim, 6 dənə eləməliyim. Mən götürürəm birinci seriyadan 5 dənə, ikinci seriyadan 1 dənə. Gəlin belə, heç mən buna əl dəyməyim. Əl dəyməyim. Burada mən istəyirdim ki, kazını yazdım. Göstərməliyəm mən. Mən istəyirdim ki, onu göstərməyim. Onu göstərməyim, özü doldursun mən üçün. Yəni, görüm onu eləyib, zapolintini olmayıb, yox, olmayacaq. Mən yoxsa seçim yenə gəlməliyəm. Burada sənədini göstərməkdə. Yaxşı, gəlin belə eləyim də. Qiymət və s. Həm də səni keçirməyə çalışıram. Görüm, yox, mənə doldurmalısın. Mən istəyirdim ki, proqram özü FIFO metodundan doldursun, amma doldurmuyor da. Yaxşı, 5 dənə seçsəm, bir dənə də bunu yazsam, təbii ki, bunu dolduracaq. Bu, əlbəttə ki, bizim əllə metodumuz. Avtomatik burada yazır seriyalar, yəni qırmızı hava düşdü. O demək, yəni seriyalar hamısı quraşdırıldı və sənədimizi keçiririk. Əgər təbii ki, də bizim satacağım məhsullar, məsəl üçün, mən indi ambarda 10 dənə idi məndə, mən 6-sını satdım. 11-ini satsaydım, o mənə imkan verməyəcək. Çünki mənim qalığım ambarındakindən çoxdur. Gəlin, siz 11 yazın. Qazat seri vuraq. Bu sənəddə göstərilənləri göstərir. Mən bunu bələdiydim. Göstərdim. Seçimdə göstərir ki, məndə bir dənə qalan bunda var 4 dənə. Mən bunu 5 dənə yazsam, quraşdırma vursam, bir dənəsini saxladı burada. Okay. Mütləq biz şeylə getməliyik. Əllə yazmalıyıq bunları. Aydın oldu Elşad bəy seriya ilə bağlı. Bəli. Necə? Seriya burada dəyişmək edirsiniz, burada. Başa düşdüm. Sayım sənədindən söhbət edir, düzdür? Sayım sənədindən. Sayım sənədi yaradırıq. Burada seçili biləcəri ambarı, düzdür. Burada seçilən. Burada fikrimiz seriyaları gətirib burada doldurur, görürsünüz. Açıram mənim seriyalarını, baxıram ki, məndə bir seriya qaldı zaten. Gəlin onda belə eləyək. Gəlin o satış sənədi məqələ eləyim. Güya mən satmamışam da, düzdür. Çünki mən satdım, cəmi bir dənə seriyam qaldı. Ona görə baxın burada göstərir, görürsünüz. Göstərir ki, bu seriyalar üzrə bu qədər qalıqlarım var, görürsünüz. Faktiki ilə yazsam bura, buna yazaram 6, buna yazaram 4. Belə deyirsiz də, düzdür.
Sözlər istifadə edir. Başqa sual var mövzuyla bağlı. Bu sayımla, həm də ki, serial çotla bağlı. Onda sual yoxdursa, mən videonu yekunlaşdırım. Videom çünki çox uzun olanda da montaj eləmək də biraz çətin olur. Yerdə çox tutur. Növbət təlim bizdə satış marketinq eləyə bilərik. Yəni qiymətlərin quraşdırılması, endirimlərin quraşdırılması. Onlar ki, xəzinədarlıq da ola bilər. Ambar, kassa, bank, yəni bank kassa, ekvivalent sənədləri. Yaxşı. Onda istəsələr ən yaxşısı mələ SR marketinq bağlı keçək. Çünki ümumiyyətcə bu idarəetmə çoxunun əsas ki, gündəlik işləri yoxdur. Alışımız, satışımız, qiymət quraşdırılması, bunların yekunlaşdırır. Bu operativ uçotla bağlıdır.